Salam, hörmətli müəllimlər, əziz tələbələr və dəyərli dostlar. Hər birinizi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Müasir İdarəçilər Klubunun təşkilatçılığı ilə həyata keçirilən Yüksəliş Diyadan Başlayır adlı layihəmizdə xoş gördük. Layihəmizin ilk qonağı 3-cü yüksəliş müsabiqəsi qalibi Dövlət İdarəçiliyi Akademiyasının məzunu Orxan İskəndirovdur. Orxan müəllim, ilk olaraq sizə təşəkkür edirik ki, dəvətimizi qəbul edib layihəmizdə iştirak edirsiniz. Zəhmət olmasa siz də dinləyicilərə özünüz haqqında qısa olaraq məlumat verərsiniz. Salam, mən də hər bir şəxsi salamlayıram, bu podkastı dinləyəcək şəxsləri və sizləri. Öncəliklə təşəkkür etmək istəyirəm ki, məni bu layihədə dəvət etdiniz və düşünürəm ki, sizin bu layihənizin nəticəsi çox yaxşı olacaq. Əsasən də bizim tələbələrimiz üçün dəyərli qonaqlarınızın olacağını inanıram və faydalı olacağını təşəkkür edirəm dəvətinizə görə. Çox sağ olun Orxan müəllim, minnətdarıq. İstədik ki, ilk olaraq suallarımızdan başlayaq. Hörmətli Orxan müəllim, uzun illərdən sonra Dövlət İdarəçiliyi Akademiyasında olmaq necə bir hissdir? Bildiyiniz kimi mən bakalavr təhsilini Dövlət İdarəçiliyi Akademiyasında almışam və söhbət 2011-15-ci illərdən gedir. Çox uzun müddət keçib və hər bir insan üçün deyərdim ki, dəyərli dövrlər var, hansı ki, onlar təkrar olmaz. Oralardan bir də tələbəçilik dövrüdür. Çünki bizdə həm yoldaşlıqlar qazanmış oluruq, belə deyim, ilk dəfə biz hardasa məktəbdən kənarda gəldik ki, bir müəssisədə və biz xoş xatirələr də olur və bunları nəzərə alanda mənim üçün çox xoşdur ki, təxminən 10 il sonra belə deyim, yenidən burada iştirak etmək qismət oldu və belə bir gözəl formatda. Təşəkkür edirik. Bəs Diyadan başlayan yol sizi necə yüksəliş müsabiqəsi qalibiyyətinə gətirdi? Diyada tələbəçilik dövrü dediyim kimi həmin vaxtdan başlayıb və bu ən önəmli dövrlərdən biridir. Həm bizim şəxsi həyatımız üçün, həm də karyeramız üçün. Çünki biz hər şeyi sorğuladığımız dövr bu zamandan başlayır və bizim çevrəmiz bu zamandan daha da formalaşır. Və düşünürəm ki, DİA elə bir institutdur ki, biz burada çox gözəl yoldaşlıqlar əldə edirik və burada olan gözəl fikir mübadilələri nəticəsində bizim vizyonumuz, ümumi xarakterimiz və səriştələrimiz istənilən formada inkişaf edir və biz nəticə əldə etmiş oluruq. Çox gözəl. Bəs tələbəlik illərində gələcəkdə lider olmaq üçün atdığınız ən vacib addımı nə hesab edirsiniz? Məncə bu suala ümumi yanaşsaq, bizim ilk ən vacib addımımız, hansı ki, mən o tələbəçilik dövrlərində etmişəm, bu araşdırmadır, sorğulamaqdır. Bütün proseslər sorğulamaqdan başlayır və xüsusən mən tələbəçilik dövründə özümə verdiyim 3 sual olurdu. Mən nə istəyirəm, bunu niyə istəyirəm və necə əldə edəcəm. Və onunla nəticəsində düşünürəm ki, biz həyatımızın istənilən dönəmində bu şəkildə yaxınlaşanda biz arzuladığımız nəticə təkcə uğur deməyim, məqsədimizə çata bilirik. Çox gözəl. Bəs hazırda idarəetmə sahəsində gənclərdə hansı əsas bacarıqlar, bu sualı təkrarlayıram, daşı bu yerə okey. Hazırda idarəetmə sahəsində gənclərdə hansı əsas bacarıqlar çatışmır və bunun üçün nələr təklif edirsiniz? Öncəliklə biz bazarda tendensiyalara baxdıqda biz ümumi bəzi yanaşmaları görə bilirik. Xüsusilə də tənqidi düşüncə ən önəmli məsələ. Dediyim kimi, insan edən ən birinci faktor sorğulamaqdır. Ona görə də hər kəsə tövsiyəm birinci bu sorğulamaqdan, tənqidi düşüncədən başlamaqdır və bizim ətrafımızda olan şəxslərdən, belə deyim, geri dönüş almaq, geri bildirim almaqdır. Bu ümumi olaraqdır, amma fərdi olaraq, mən gənclər də olaraq deməyim, ümumi hər bir şəxsdə fərdi olaraq özünə yanaşmalıdır. Biri üçün uğurla nəticələnmə səbəbi digərində fərqli cür ola bilər. Hər bir şəxs, belə deyim, fərdidir. Ona görə də özünü birinci tanımalı, özünü dərk etməli və bundan sonrasında bazarda tendensiyaları da araşdıraq, müəyyənləşdirməlidir ki, onda olan, belə deyim, İngilizcə gap analysis gedir, bu boşluqları müəyyənləşdirmək və onları, belə deyim, əldə etməklə ibarət olmalıdır deyə düşünürəm. Əla, çox gözəl Orxan müəllim. Bəs keçmiş təcrübənizə, biliklərə əsaslananda, baxanda, nəzər yetirəndə, karyeranızda sizi ən çox dəyişdirən və öyrədən hadisə hansı olub ki, bu hələ də sizin yaddaşınızda qalıb? Əslində bir çox hadisə olub. Onlardan mən elə təcrübəyə başladığım dövrü
yana salıb bildirə bilərəm ki, mənim o zamanlar bir rəhbərim var idi, hansı ki, yeni iş həyatına başlayanda hər kəs özünə belə deyək, bir örnək götürür və onu deyək ki, onun kimi olmaq istəyir və s. Mən də onu izləyirdim, müşahidə aparırdım, davranışlarını və s. Bir gün bizdə təxminən bir il yarımdan sonra uzun zamandır orada çalışırdım. İş yerini dəyişmək qərarına gəlmişdim. Bu məni həm çox düşündürmüşdü, çünki 10 ildən çoxdur bir müəssisədə çalışırdı, birdən qərar verdi, dəyişdi və tamamilə fərqli bir belə deyək də sektora keçdi. O zamanlar mən başa düşdüm ki, bazar hər an dəyişə bilər. Bizim istəklərimiz, əldə etmək istədiklərimiz və ona görə də biz hər zaman uyğunlaşmalıyıq bizim həmin situasiyaya. Və bütün situasiyaları dəyərləndirməliyik. Çünki nəyin nə zaman hardan gələcəyi məlum olmur. Ona görə də həm qarşımıza çıxan fürsətləri, həm əlaqələrimiz, öyrəndiklərimiz, araşdırdıqlarımız, onların hamısından nəticə çıxarmağı öyrənməliyik və adaptiv olmalıyıq istənilən situasiyaya. Və mənim bu hadisə nəticələnir ki, mən həmin rəhbərimin işlədiyi müəssisədə 5 ildən təxminən daha çox müddətdir ki, gəlib indi işləyirəm. Çünki o zamanlardan mənə maraqlı olmuşdu araşdırmaq və dəyərlərin də yaxın olması da elə hardasa eyni nəticəyə gəlmiş çıxmış oldu. Bu da bəlkə həm təsadüfdür, həm də belə deyim ki, maraqlı bir zərrətdir belə deyim. Təşəkkürlər. Bəs siz müəyyən bir qədər, yəni yüksəliş müsabiqəsi qalibisiniz. Nəzərə alsaq ki, müsabiqə eyni zamanda idarəçilik bacarıqla bağlı təkmilləşdirməni özünü də ehtiva eləyir. Və sizcə yaxşı rəhbər olmaq üçün daha çox nə vacibdir? Analitik düşüncə, emosional zəka, yoxsa kommunikasiya bacarıqları? Mən deyərdim ki, biz bunların üçü də çox önəmlidir, amma əgər biz müqayisə etməli oluruqsa, bildirim ki, əvvəlki dövrlərdə IQ daha önəmlidir. İndi IQ hansı ki, emosional zəka da adlanır, daha çox işə götürənlər tərəfindən araşdırılır. Bu beynəlxalq praktikada da belədir. Ölkəmizdə də artıq bu tendensiya bir neçə müddətdir ki, var. Biz emosional zəka özünü biz əslində bilsək, onun fərqinə varıq ki, onun analitik düşüncəni və kommunikasiyanın içində əslində ehtiva edir. Yəni biz emosional zəka o deməkdir ki, birinci addımda biz özümüzü tanımalıyıq. Bu da ancaq təhlil nəticəsində, analitik düşüncə nəticəsində və hətta deyərdim ki, tənqidi düşüncə nəticəsində formalaşır. Və bunun digər bir addımı biz həm özümüzü dərk etdikdən sonra özümüzdə olan çatışmazlıqlara yüzü tərəfləmçi bildikdən sonra özümüzü idarə etmək, belə deyək, o hissəyə gəlir. Daha sonrasında qarşı tərəf hissəsi empatiya tərəfidir ki, empatiyanı biz kommunikasiya olmadan, kommunikasiyada xüsusilə aktiv dinləməni vurğulamaq istəyərdim. Olmadan biz onu əldə edə bilmərik. Və ona görə də biz bu əslində 5 mərhələdən ibarətdir. Mən onları qısa şəkildə bildirmək istəyirəm ki, ona görə emosional zəka ona görə eləməsi önəmlidir ki, onun analitik təhlil də içərisində ehtiva edir. Kommunikasiyanda və digər əlavələri də olur ki, bu iş həyatında və hətta şəxsi həyatda deyərdim ki, uğurlu olmaq üçün, xoşbəxt olmaq üçün çox önəmlidir. Təşəkkürlər. Bəs bu yüksəlişə gedən yolda Dövlət İdarəçiliyi Akademiyası nə kimi sizə töhfələr verdi? Bu arada qazandığınız bilik və bacarıqlar nə dərəcədə effektiv rol oynadı? Həm sizin öz karyera yüksəlişinizdə, eyni zamanda yüksəliş müsabiqəsi qalibi olmağınızda və hazırki fəaliyyətinizdə. Mən məsələn çox yaxşı xatırlayıram ki, indiki düşünürəm ki, yenə o yəqin ki, ənənə davam edir. Bu debat klublar var idi bizdə həmin zamanlarda və biz debatlardan sonra müzakirələr davam edirdi. Debat özü, əslində yüksəliş özü debat platformasıdır. Yəni onun yarımfinal və final mərhələsi nəzərdə tuturam. 2-3 mərhələsində biraz orada analitik düşüncəyə də deyək ki, baxılır, təhlil tərəfinə baxılır, idarə etmə bacarıqları və s. Amma yarımfinal və final tam debat platformasıdır. Yəni o vərdişlərinin erkən yaşlardan formalaşması. Biz debatda nə əldə edirik? Sorğulamanı əldə edirik, tənqidi düşüncəni, dinləməni, komanda şəklində çalışmanı, geri bildirim almanı. Və düşünürəm ki, bu DİA-da mənim ən çox yadımda qalan müsbət tərəflərindən biridir. Bəs hazırda tələbələrə, eyni zamanda yeni məzunlara, xüsusilə Dövlət İdarəçiliyi Akademiyasının gənclərinə uğur qazanmaq üçün hansı əsas tövsiyəni verərdiniz? Mən birinci bildirmək istəyərdim ki, insan özlərini təhlildən başlasınlar.
və nə istədiklərini, dəyərlərini müəyyənləşdirsinlər. Çünki biz karyera baxımından bildirirəm bunu, təbii ki, şəxsi həyat üçün çox önəmlidir. Karyera nə baxımdan bildirirəm? Çünki biz öyrənəndə biz nə bacardığımızı bilməliyik və nə istədiyimizi. Bunların ikisi birlikdə olanda biz işdə daha uğurlu oluruq. Həm bacardığımız iş olmalıdır, həm də motivasiyamızın yüksək olduğu bir iş mühiti olmalıdır ki, bu da bizdən asılıdır. Daha sonrasında bazar araşdırması edilməsi lazım, tendensiyalara baxılmalıdır. Hər kəs bunu edir, mən də onu edim düşüncəsi ilə yox. Çünki biz məlumatları alırıq, məlumatlar müxtəlif formada olur. Biz oxuya bilərik, dinləyə bilərik, müşahidə apara bilərik, sınaya bilərik. Biz əldə etdiyimiz məlumatların hamısını istifadə etmirik, özümüzə uyğunlaşdırırıq. Yəni tənqidi düşüncə ilə yanaşmalıyıq. Hər özümüzə qarşı da, qarşı tərəfə də sorğulamalıyıq istənilən bir məlumat. Amma biz hər hansı bir addım atırıqsa, bu məlumat əsaslı olur. Ona görə də mümkün qədər, nə qədər ki, vaxtları daha çox tələbəlik vaxtlarında araşdırmaq olur, daha çox məlumat əldə etsinlər. Özləri barədə, bazar barəsində və onlar əmin olsunlar ki, universiteti bitirdikdə hansı sahədə çalışmaq istəyirlər. Bu bir neçə sahədə ola bilər. Özlərinə fəaliyyət planı hazırlasınlar. Şəxsi inkişaf planı da adlandırıla bilir bu iş həyatında. Hansı addımları atmalıdırlar ki, onlar artıq hədəflərinə çatsınlar. Təbii ki, bunun öncəsində hədəflərin müəyyənləşməsidir və onun da öncəsində özünü dərk onları bildirmək istəyirəm. Təşəkkürlər. Mən yenə də qayıtmaq istədim məhz yüksəliş müsabiqəsinə. Yüksəliş müsabiqəsi zamanı hələ də xatırladığınız hansı bir xüsusi bir an olub ki, hələ də yaddaşınızdadır bu sizin, yəni bundan sonraki dövrlərdə düşünürsünüz ki, bu sizin yadınızdan çıxmayacaq və yaxud sizə verilən keys nədən ibarət idi, onun öhdəsindən necə gəldiniz? Bu barədə istəyərdik danışardınız. Əslində maraqlı sualdır. Bununla bağlı başqa bir podkastda da bənzər sual verilmişdi. Mən o zaman da düşünmüşdüm ki, bu hansı haldır? Bir çox hallar olmuşdu. Onlarda mənə yadda qalanı bu əl işi ilə bağlı olan bir hissə var ki, mənim açığı əl bacarığım o qədər də yüksək deyil və biz orada komandadan demək olar ki, bu şəkildəyik. Bizim çünki bu biraz yaradıcılıqla biraz fərqli bir xüsusiyyətdir ki, hər insana qismət olmur. Biz orada nəticədə biz bildik ki, nəticəmiz testdə ən yaxşı nəticə olmayacaq, heç yaxşıların içərisində də olmayacaq. Amma biz prosesdən zövq aldıq və əldə etdiyimiz nəticəyə biz pozitiv qaldıq. Çünki biz özümüz bildik ki, hər kəs əylənərək bu prosesi etdi. Ümumiyyətlə, prosesdən zövq almaq hissəsi çox önəmlidir yüksəlişdə. Mən ora gedəndə qalib olmaq düşüncəsi ilə getməmişəm. Daha çox ön olaraq fikirləşdiyim prosesdən zövq almaq və onu doya-doya yaşamaqdır. Və orada bizim əldə etdiyimiz insanlar, hansı ki dostluqlar və yoldaşlıqlar, bu daha önəmlidir. Prosesin özü. Ona görə ən çox yadda qalan hissəsi deyərdim ki, o keys olmuşdur ki, əl bacarığına bağlı. Biz orada yaxşı nəticə əldə etmədik, amma o bizdə pozitiv əhval yaratdı ki, yüksəlişdə də zaten əsas məqsəd belə deyim, nəticənin doğru olması deyil. Doğru olması önəmlidir, amma doğru nəticəyə necə gəlməyimiz daha önəmlidir. Onda buradan belə bir nəticəyə çıxa bilər ki, uğursuzluqlar və ya çatışmazlıqlar və ya bacarıqsızlığımız bizə mənfi təsir göstərməməlidir. Biz daha da inamla gələcəyə addımlamalıyıq. Bəli, əgər özünə inam çox önəmlidir. Mən misal kimi deyə bilərəm ki, yüksəlişdə mən hər gün yüksəlişdə biz təxminən 9-a içəri daxil olurduq. Mən 8:30-da WhatsApp üzərində özümə yazırdım ki, özünə inan, sən qalib olacaqsan, motivasiya verirdim. Və digər əvvəldən yüksəlişdə iştirak etmiş şəxslərlə danışırdım ki, onların da belə deyim, motivasiya qalını çox yüksək olur. Və bunu uğursuzdan bağlı bildirmək istərdim ki, biz özümüzü inandırmasaq və bu uğurumuza da, nəticəni də əldə etməyəcə inanmasaq, biz hardasa deyək ki, inanmaq işin yarısıdır deyirlər hər zaman. Və əgər bizdə uğursuzluq heç vaxt həyatımızda olmursa, demək ki, biz nəsə düzəlib etmirik. Bizdə əgər uğursuzluq yoxdursa, demək ki, biz yeni nəsə əldə etmirik. Yeni təcrübə, yeni informasiya və uğursuzluq bizdə əslində çox sevinməli olduğumuz tərəfdir ki, demək ki, biz həyatda yeni nəyisə öyrəndik və biz onu gələcəkdə uğursuzluq təkrarlamamaq önəmlidir, səbəbini. Biz həmişə addım atdıqdan sonra nəticəni təhlil etməliyik. Həm uğuru, həm uğursuzluğu. Niyə uğurlu olduq, niyə uğursuz olduq? Və bununla bağlı feedbacklər, yəni geri bildirimlər almaq lazımdır. Ki, biz onu daha da yaxşı edək, bu inkişaf deməkdir. Hər bir halda uğursuzluq özü və nəticədir. Və hər hansı bir
pilot layihədə də bəzən biz araşdırma da edirik və araşdırma nəticəsində bizim demək deyək ki, həyata keçirdiyimiz bir nəyinsə nəticəsiz qalması özü də bir nəticədir. Biz bilirik ki, demək ki, biz onu tətbiq etməməliyik. Hal-hazırda həmin situasiyaya uyğun deyil və yaxud da çünki biz gördüyümüz hər şeyi tətbiq etmirik. Birinci onu yoxlayırıq, uğurlu uğursuz olmasına baxırıq və daha sonrasında onu artıq şirkətdə geniş şəkildə tətbiq edirik. Yəni ən sonunda biz təcrübə qazanmış oluruq, həm uğursuzluqlarımızdan, həm uğurluğumuzdan. Orxan müəllim, düşünürəm ki, çox maraqlı bir podkast oldu bizim üçün. Sizə bir daha dərin minnətdarlığımızı bildiririk ki, bizim bu layihəmizin ilk qonağı məhz siz oldunuz. Ümid ki, layihə daha da davamlı və axarlı olar. Bir daha dərin minnətdarlığımızı bildiririk. Həm Müasir İdarəçilər Klubu adından, həm Dövlət İdarəçilik Akademiyasının Tələbə Gənclər Təşkilatından bir daha çox sağ olun. Mən təşəkkür edirəm. İlk qonaq olmaq ayrıca mənim üçün qürur verici oldu. Mən də sizə uğurlar arzu edirəm və sizinlə daim podkastlarınızı da izləyəcəm. Düşünürəm ki, çox maraqlı məlumatlar əldə edəcəyimiz bir layihə olacaq. Təşəkkür edirəm. Çox sağ olun. Bəli, əziz dostlar, bununla da bugünkü layihəmizin ilk epizodu sona çatır. Hər birinizə xoş dinləmələr arzu edirəm. Çox sağ olun.